Hər vaxtınız xeyir olsun. Bugün mən sizə Sabunçu rayonu Savalan qəsəbəsində mərkəzdə, yola yaxın ərazidə, 3 sotun içərisində şəxsi özünə inşa edilmiş bir mərtəbəli həyət evimiz saçma çıxıb maşallah. Belə limon ağacları var, böyük bir ağac olacaqlar. Lala xanım, necə olacaqlar? Bu ağaclar limon gətirəcək? Böyük ağac olacaq. Limon, maşallah, özə bahalı deyil bu limonlar. Limon ağacları əkilib, evin hər bir tərəfinə keçid mümkündür. Padvallı evdir, bir mərtəbədən ibarətdir. Qiymət olaraq 112.000 manata satışa çıxır. Səhifəmdən gələn alıcıya qəşəng endirim olunacaq. Bu da yaponski əzgildir, qəşəng təziyə zada xeyir olan ağaclardan əkib. Burada da nə istəsəz əkə bilərsiniz. Yenə də sağda da böyürdə yeri var, torpaq yeri var. Ağac əkmək üçün yeri var. Həyatına rahatlıqla da maşın girər. 3-4 dənə maşın girər. Sənət evində torpanda kupçası var. Kommunallar çəkilib, qazı, suyu, işığı daimidir. Xoldu, qonaq otağıdır maşallah. 120 kvadrat metrdən ibarətdir. Tikinti sahəsi qoşa daşla inşa olunub. Qonaq otağı. Bir yatağı otağıdır, ölçüləri normaldır. Evin ikinci yatağı otağıdır. Bu soyuqda siz üçün çəkiliş eləyirəm. Kim alsa Allah xeyrin versin. İnşallah mən sataram. Evin üçüncü yatağı otağı və mətbəx hissəsi. 4 yatağı otağından ibarətdir. 4 otaqdan ibarətdir. Yəni 3 yatağı otağı, bir zal, bir mətbəx, hamam, ayaq yoldan ibarətdir. Sənədləri tam qaydasında təcili satılır. Alə xanım, niyə kefiniz yoxdur? Niyə belə aparsan özümü? Gördün nəyə mahsulludur. Evi gördün. Nəşdə böyüdü. Bir sən nə ləzzət elədi? Heç bir pəncərənin önünü daş divar kəsməyib. Buradan da açıqdır, buradan da arxadan da bomba açılır. Allah səhədər qismət versin. Xeyirlisi inşallah. Təcili satılır. Real alıcıya indirim olunacaq. Hələlik. Özünün rəxanın alıcılarını qəşəng indirim olacaq. Bəli.